1 iyun Beynəlxalq Uşaqlar Günü ilə əlaqəli Neftçala rayonu Qaramallı kəndində bir qrup uşaqların təmənnasız müayinə və müalicəsi üçün gəlmişik. Bugün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə əlaqədar olaraq Neftçala rayonu Aşağı Qaramallı kəndində uşaqların ödənişsiz müalicəsi və müayinəsi icra olunur. Müayinə üçün doktor Kenan Qarayevə və onun əməkdaşlarına təşəkkür edirik. Uşaqlar gününə əlaqədar uşaqların müayinəsi keçirildi. 14 yaşlı Nur xanımın ürəyinin exo müayinəsində botal axacağının açıq qalması aşkarlandı. Təxminən 3,2-4 mm-ə yaxın açıqlıqlar botal axacağında anadan gəlmə qüsur sayılır. Kardiocərraha müraciət olunacaq və botal axacağının bağlanması əməliyyatı yəqin ki, yerinə yetiriləcək. Bu gün müayinə etdiyimiz uşaqlarımızdan 2 dənəsində xroniki sistit diaqnozu qoyduq. Uzun illər davam edən bir prosesin nəticəsi olaraq. Əlavədən bir pasiyentimizdə, 13 yaşlı bir pasiyentimizdə oğlan uşağı idi. Sol böyrəkdə hidronefroz gördük. Bu anadan gəlmə bir proses olub və UP darlığı dediyimiz sidiyaxarı darlığının nəticəsidir. Ətraflı böyük ehtimal ki, müayinə olunacaq təkrari uşağımız və bir uşaqda da böyrəklərdə hiperexogen böyrək dediyimiz bir əlamət aşkar etdik ki, bunu da CD nümunə analizi və digər müayinələrin nəticəsi olaraq nə dərəcədə patologiya olduğu və nə dərinlikdə olduğu yenidən nəzərdən keçirilib müayinə təkrarlanacaq. Kollektivimizlə uşaqları müayinə etdik. Tək 1 iyun yox, bütün il boyu uşaqların qayğısına qalmaq lazımdır. Çünki uşaqlar bizim gələcəyimizdir.